2 günlük yemək hazırladım. Bu dəfə menyuda buğlama, qaralı aş və bildirçin var. Neçə vaxtı fikrimdə buğlama var idi. Yaxşı qoyun əti tapmışkən hazırladım. Qışda ən sevdiyim yeməkdir. Bir də mən aşın qarasını ətdən çox toyuqla hazırlamağı sevirəm. Kənd çolpasını hissələrə bölüb yağda o üz bu üz qızartdım. Duz və ədviyyatlarını da vurub başqa qazana yerləşdirdim. Yeri gəlmişkən videoda gördüyünüz qazan və tava dəstini Emsandan əldə etmişəm. Eyni bu dəstin qırmızı rəngi də çox gözəl idi. Bazarlıq edəndə bir neçə ədəd də bildirçin almışdım. Bildirçini duzlayıb kənara qoydum. O sırada qızaran soğanı, şabalıd və albuxaranı qaraya qatdım. Qarışdırıb dəmə qoyuram. Bu dəfə bildirçini narla hazırlamağı düşünürəm. Ona görə də narı təmizlədim. Bildirçinləri də o üz bu üz ağırlıq altında yaxşı-yaxşı qızartdım. Bildirçinlər qızarana qədər artıq buğlamam da demək olar ki hazır idi. Qarada dəm almışdı. Ardıcıllıqla bildirçin üzərinə nar, yenə də bildirçin və narı tavaya tökdüm. Biraz da düyü dəmə qoydum. Bəs siz hansı yeməyi daha çox sevirsiniz? Rəylərdə yazmağı unutmayın.